Tural Nəbiyev soruşur. Selamun aleykum. Aleykum salam qardaş. Təvəssül bidətdirmi? Təvəssül qardaşım ümumi bir sözdür. Bu sözün altında bidət əhli öz şirkini gizlədir rahat şəkildə. Məsələn, eşitmisiniz, deyirlər ki, sələfilər təvəssülü inkar edir. Hansı ki, dində təvəssül var. Təvəssül var. Hətta məşru olan, icazəli olan, təşri edilən təvəssül var. İndi sən soruşursan burada, təvəssül bidətdirmi? Burada sual çıxır, qardaşım. Təvəssülün növləri çoxdur. Hansı təvəssülü deyirsən? Təvəssül var, icazəlidir. Hətta müstəhəbdir. Təvəssül var, haramdır. Təvəssül var, bidətdir. Təvəssül var, şirkdir. Böyük şirk sahibini dindən xaric edir. Ona görə sən deyəndə ki, bir mənalı, mütləq olaraq təvəssül icazəlidir. Bu söz səhvdir. Çünki şirki növü də var. Yaxud sən desən ki, məsələn, təvəssül bidətdir. Olmaz. Biz deyirik ki, səhvdir bu cür söz demək. Çünki təvəssülün icazəli növü də var. Ona görə, qardaş, sualı açmaq lazımdır. Təvəssülün növləri çoxdur, müxtəlifdir. Sən mənə növünü de, mən sənə hökmünü deyim. Məsələn, əgər bu təvəssülü deyirsənsə, məsələn deyirəm. Ey Allahım, ya Allah, Peyğəmbərin hörmətinə, onun zatı ilə təvəssül edirsən. Onun hörmətinə, onun xatirinə, sənin sevimli qulun olub, bəndən olub, ən sevimli insan olub sənə. Allahım, ona görə bağışla məni. Allahım, ona görə ver mənə. Sən burada təvəssül edirsən Peyğəmbərin zatı ilə. Allahla öz duan arasına Peyğəmbərin zatını daxil edirsən, təvəssül edirsən. Onunla çatmaq istəyirsən. Bu təvəssülü salih insanlarla, övliyalarla fərqi yoxdur. Ən əfzəl insan Muhammeddir. Onu misal çəkdim. Sallallahu aleyhi və alə əlihi və səlləm. Onun zatı ilə təvəssül edirsənsə, bu bidətdir. Burada şək yoxdur. Bu təvəssülü deyirsənsə, bidətdir. Məsələn, bəziləri təvəssül deyir, ölüləri quburidir. Gedir qəbrin yanına, ölüb insan. Onunla təvəssül edir. Deyir ki, mən ondan istəyirəm. Duanı, ümidi, təvəkkülü, rəğbəti, qorxunu, hamısını verir ölüyə. Deyir ki, mən buna sərf elədim hamısını. O da Allaha dua edəcək mənim üçün. Qəbirlə, ölü ilə, meyyitlə təvəssül edirəm. Bunu deyirsənsə, bu şirk akbardır, şək yoxdur. Sahibini dindən xaric edir və belə. Xülasə, təvəssülün növləri var. Bunun altında bidət əhli gizlənir. Deyir, sələflər deyir, təvəssülü qəbul etmir. Qardaş, hansı təvəssülü? Bunu deyirsənsə, bunu qəbul etmirik. Biz yox, bunu Qur'an qəbul etmir, sünnə qəbul etmir. Din bundan mübarizə aparıb bu təvəssüllə. Onun batil olduğunu deyib, haram olduğunu, şirk olduğunu deyib, bəzilərinin bidət olduğunu deyib. Və bu cür. Ona görə sualı açmaq lazımdır. Təvəssül var, icazəlidir, təvəssül var, bid'idir, bid'i.